David Silvestrov adında bir adam gündəmə gəldi. Onunla bağlı açıqlamalar, böyük media qurumlarında onunla bağlı yazılar getdi. Heç bir zaman Azərbaycanda bu adamı görməmişdi. Və eyni zamanda məlum oldu ki, təbii ki, ittihamlardan məlum oldu ki, bu adam İsrailə qaçıb. Bunun hansısa bir cinayət əməlləri var, niyə qaçsın, müəyyən artıq fikirlərdir. Gerçəkliklər nədir, hələ mən tam bilmirəm. Bəli. Amma eyni zamanda mən daha çox maraqlandım ki, doğrudan bu adam kimdir, bunun haqqında niyə danışırlar? Azərbaycanda tanımadığım bir adamın sosial mediada olan səhifələrinə baxdım. Orada millət vəkilləri, böyük əksəriyyət onun ofisində olur. Həmin bu Davidin. Bəli, şairlər, yazıçılar, media qurumları, insan haqları təşkilatlarının rəhbərləri. Elə bir adam Azərbaycanda görməmişəm. Hardasa çıxışını da görmüşəm. Həm də bir özünün bir dənə Mega David idi herhalde. Bir dənə YouTube kanalı var. Bütün ünlülər gedib orada tanımış adamlar növbəyə düzürlərmiş ki, bunları nə vaxt dəvət eləyəcək, burada çıxış eləyəcək. Sonra görürəm ki, bu adamın İsrail səfəri ilə ciddi bir işbirliyi, İsrailin prezidenti gəlir onlarla görüşləri, Müdafiə naziri gəlir onunla görüş keçirir. Və bu adamın fəaliyyətinə mən diqqət edirəm, görürəm ki, bu adam Azərbaycanda nə məqsədlə gedir və digər tərəfdən də ən böyük yanlışlıq bilirsin nədir Zahir bəy. Mən bu adamın təşkilatının logosuna baxdım. İsrailin emblemi Azərbaycan xəritəsi onun içində. O necə olur? Deyək ki, altı küşəli İsrailin bayrağının logosu yoxdur. Azərbaycan xəritəsi. Azərbaycan xəritəsi onun içindədir. Necə ki, vəd olunmuş torpaqlarda bir İsrail xəritəsi çizirdiler. Bu altı küşəli logonun da onun üstünə qoyurdular. Bir baxıram, o təşkilat Azərbaycan xəritəsini də ora qoyur. Bu adam deyir ki, mənim atam Azərbaycanlıdır, anam İsraillidir. Özü açıqlaması var, o gün baxmışam. Və bu adamın ərəb ölkələrində təşkilatı var. Birləşmiş Ərəb Əmirliyində. İndi də orada təşkilatlanır. Sən Azərbaycan təşkilatısansa, sənin Birləşmiş Ərəb Əmirliyində ayrı-ayrı ölkələrdə İsrailin təbliğatını niyə aparırsan? Söhbət etnik mənsubiyyətdən getmir, söhbət vətəndaşlıqdan və hüquqdan gedir. Digər tərəfdən də bu günü baxıram Azərbaycan siyasi xadimlərini tanımış bizim dostlarımızdan bir Azərbaycan həyatında böyük rol olan adamı artıq sosial mediada təhdid edirlər ki, səni öldürə bilərik. Yəni ifadələr ona gətirir. Ya bu ölkələrə gedir. Bir ölkədə bir dənə təşkilat, Mega David qurulur. O təşkilat necə qeydiyyat alınır və Azərbaycan xəritəsinin İsrailin logosunu yerləşdirirlərsə o necə qeydiyyatdan keçir. Logoya qeydiyyatda baxmırlar. Baxsınlar da. Bunun fəaliyyətində bunlara xəbərdarlıq olmalıdır Zahir bəy. Ki bu nədə bura gəl? Yəni logo qeyri-rəsmi. Yəni nəzarətsizlikdən mən danışıram Zahir bəy. Ciddi qüsurlarımızdan danışıram Zahir bəy. Eyni zamanda istənilən bir ölkədə bir adamı təhqir. Təşkilatın adı Magen Davuddur deyir. Magen Davud. Magen David. Hələ düşünün Zahir bəy. David Silvestrov nə deməkdir? Bu nə məsələdir? Mən həyatımda heç kimi etnik mənsubiyyətinə görə danışmamışam. Azərbaycan olan münasibətindən danışmışam. Azərbaycanın bağımsızlığına münasibətindən danışmışam. Bir də mənim milli kimliyimlə qarşı münasibətindən danışmışam. Kimsə mənim milli kimliyimlə qarşı həqarət yağdırırsa, mən ona qarşı sərtəm. Dövlətimə qarşı hansı bir addım atırsa, mən ona qarşı olduqca sərtəm. Baxmayaraq hansı millətdən asıl olmayaraq. Mən milləti heç zaman hədəf almamışam. Mən bugün David Silvestrdən danışıramsa, mənim hədəfimdə Yahudi milləti ola bilməz. Bütünlüklə İsrail xalqı da ola bilməz. Onun arxasında duran güc ola bilər. O fikri daşıyan cəryan ola bilər. Ki, siz yığışdırın bu oyunlarınızı deyə bilərəm.